Sən nə axtarırsan? Heç özünə bu sualı vermisən? Bəzən olur ki, adam elə fikirləşir ki, heç bir şey axtarmır, onu heç nə narahat eləmir. Ancaq həyatını yaşayır. Ancaq bir dərinə girsə, öz düşüncələrini araşdırsa, şuuraltısına bir səfər eləsə, anlayar ki, həyatda axtarışda olmayan kimsə yoxdur. Hamı nəyisə axtarır. Bəzən bu axtardığımızın fərqində deyilik, bəzən axtarışımızın fərqində deyilik. Bəzən nəyisə tapırıq, elə bilirik ki, bu axtardığımızdır. Sonra məyus oluruq, daha nəyisə başlayırıq axtarmağa. Hər halda bütün fəaliyyətlərimizin, düşüncələrimizin arxasında bir axtarış dayanır. Bu axtarış olmasa biz hərəkət eləməliyik. Bu axtarış olmasa bizlər irəli getməliyik. Bu axtarış bizi canlı saxlayır. İnsan olmağın sirri də elə budur. Nəyisə axtarırsan, nəyisə düşünürsən, nəyisə tapmağa çalışırsan. Bu sualın cavabı nədir? Biz nəyi axtarırıq? Biz nəyin arxasınca düşmüşük? Bu axtardığımızı harda tapa bilərik? Dostlar, mən sizin hər birinizi oktyabr ayının 26-sında keçiriləcək Üzləşmə adlı foruma dəvət edirəm və əminəm ki, bu forumdan sizlər əli dolu qayıdacaqsınız və hər biriniz axtardığınız sualın cavabını tapacaqsınız.